bu şiyələr dəlil gətirirlər ki, Fatiməni qəzəbləndirən məni qəzəbləndirir. Məni qəzəbləndirən isə kimi qəzəbləndirir? Allahı qəzəbləndirir. Bu əhl-i-sünnə mənbələrində olan hədisdir, səhih Müslimdə gəlir. Lakin Allah Rasulü bu sözləri niyə deyir? Onu heç gətirmirlər. Çünki bilmirlər axı. Ancaq eşidiblər bu hissəsini və salam. Fatiməni qəzəbləndirən məni qəzəbləndirən Allahı qəzəbləndirmişdir. Niyə görə Allah Rasulü bu sözləri dedi? Bilirsiniz dəyərli müsəlmanlar, niyə görə deyib? Həzrəti Əli Əbu Cəhlin qızını almaq istəyir. Əbu Cəhlin qızı ilə evlənmək istəyirdi. Bu xəbər gəlir Fatimə radiyallahu anh çatır və aralarında mübahisə olur evdə. Və Həzrət Əli evdən əsəbi çıxaraq gəlir bir yer, oturur torpağın üzərində. Allah Rasuluna xəbər gəlir görür qızı qəzəblidir və gəlir Həzrət Əlinin yanına, o da uzanmışdı yerdə, üstü torpağa basmışdı. Və əli ilə torpağı belə çırpır, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir: "Ey Əbu Turab." Bax bu ləqəbi orada verir ona. Ey torpaq atası. Subhanallah. Fatimə məndən bir parçadır. Baxın, sözlərə diqqət edin. Fatimə məndən bir parçadır. Onu qəzəbləndirən məni qəzəbləndirən Allahı qəzəbləndirmişdir. Və Həzrət Əli vaz keçir evlənməyindən, ikinci qadın almağına. Allahu akbar. Bu buna görə deyib bu sözləri Peyğəmbər sallallahu əleyhi və səlləm. Və Fatimə radiyallahu anh dünyasını dəyişəndən sonra Həzrət Əli evlənir. Ondan sonra bir neçə dənə qadın alır. İndi gelin baxın onun həyatına və baxın onun övladlarının adlarına. Əgər pis idisə bunlar necə təqdim edirlər ki, Əbu Bakra zülm olunub, Həzrət Əliyə zülm olunub, Əbu Bakr belə oldu, Osman belə oldu, Ömər belə gəldi. Baxın övladlarının adlarına, hamısının adları Əbu Bakr, Ömər, Osman, Əbu Bakr, Ömər, Osman. Allahu akbar. Fəxr edirdilər bu adları verməyə. Çünki onlar qardaş idilər. Yəni bunların təqdim etdiyi kimi bir-birinə düşmən deyildi. Bir-birini görən gözləri yox idi. Bunlar elə təqdim edirlər insanlara. Amma halbuki onlar bir-birlərini sevirdilər. Sonra görün nə deyir? Əgər bu qədər pis idisə Ömər, Fatimə radiyallahu anh onun qaynanası ola bilərdimi? Və yaxud da Həzrət Əli onun qaynatası ola bilərdimi Ömərin? Əlbəttə ki, qızını verir ona. Ummu Gülsüm adında qızını, Fatimədən olan qızını Həzrət Əli verir Ömər radiyallahu anh'a və olur onun qaynatası. Allahu akbar. Bu sənin xoşuna gəlsə də, gəlməsə bu belədir. Sizin kitablar doludur bu arada məlumatla. Bəziləri bunu inkar edir. Deyirlər ki, yox. Bəziləri deyir ki, cin olub. Yəni təsəvvür edin ki, yəni tək o Ömərə ərə gedən Həzrət Əliyə aid olan bir şey olmasın da. Bir cin olub. Ummu Gülsümün qiyafəsində gəlir. Bəziləri deyir ki, yox, ona oxşayan bir qız idi. Hardansa, hansısa bir şəhərdən gətirmişlər, vermişlər şeyə. Hətta bəziləri deyir ki, itirilmiş namusdur. Onun da adını qoyub, itirilmiş namusumuzdur. Yəni, hərə bir dənə söz deyir. Amma nə qədər desələr də belə, bu belədir. Kitablarda var, tarixdə qeyd olunub. Kitablarınız da oldu barədə məlumatlarına. Sonra, Həsən ibn Əli. Həsən ibn Əli, Həzrət Əlinin oğlu, Təlhə ibn Ubeydullahın qızı ilə evlənmişdir. Təlhə ibn Ubeydullahın qızı ilə evlənir. Hüseyin ibn Əlinin iki qızı Fatimə və Sukeyyə Osman ibn Əffanın nəvələri ilə evlənmişlər. Adları nə idi? Abdullah ibn Osman, Zeyd ibn Amr ibn Osman. Abdullah ibn Amr ibn Osman, Zeyd ibn Amr ibn Osman. Osman radiyallahu nəvələri ilə və onunla evlənmişlər. Hüseynin iki qızı Fatimə və Sukeynə. Həmçinin Abdullah ibn Cəfər ibn Əbu Talib. Cəfər Əs-Sadiq, Cəfər Sadiq yox, Cəfər ibn Əbu Talib. Həzrət Əlinin qardaşı. Onun oğlu Abdullah ibn Cəfər. Qızı Yezid ibn Muaviyyənin yoldaşı idi. Yoldaşı olub. Abdullah ibn Cəfər ibn Əbu Talibin qızı Yezid ibn Muaviyyənin yoldaşı olub, dəyərli müsəlmanlar. Əməviləri ərə veriblər. Həmçinin də Cəfər Əs-Sadiq, Allah ondan razı olsun, anası, onların 6-cı imamı, amma bizim üçün fərqi yoxdur, bizim üçün o imamdır. Əbu Bakr radiyallahu anh'ın nəvəsi idi. Nəvəsinin nəvəsi, yəni Əbu Bakr radiyallahu anh'ın anası, daha doğrusu. Cəfər Əs-Sadiqin anası Ummu Fərva. Əbu Bakr radiyallahu anh'ın
nəvəsi idi, Ümmü Fərva. Cəfər Əs-Sadiqin anası idi. Allahu Akbar. Belə çıxır ki, Cəfər Əs-Sadiq bir tərəfdən Əbu Bakra, digər tərəfdən isə Həzrət Əliyə nə idi? Qohumu idi. Allahu Akbar. Ana tərəfdən Əbu Bakra, ata tərəfdən isə Həzrət Əliyə idi. Ümmü Fərva, Qasımın qızı, o da Muhammed ibn Əbu Bakrın oğludur. Yəni, baxın, dəyərli müsəlmanlar. Yəni, bu qədər dəlillər, bu qədər, yəni, bu insana bu söylər. Yetər ki, insan, yəni, sahabələrə qarşı, hətta əstəğfurullah, yəni, Peyğəmbər sallallahu xanımlarına qarşı dilini qorusun.